Axır ki, mən də dedim ki, qoy bir xalqın arvadları ki, özümə bir pejama dəst alım, geyinim, ondan vlog çəkim. Axır ki, ala bildim. Çox sağ olsun Temu. Təşəkkür edirəm Çin qardaşlarımıza ki, arada belə endirim kodları qoyurlar. Biz də 5 manata, 7 manata, nəm 8 manata özümüzə pejamalar alıb geyinə bilirik. Temu Azərbaycana gələndən əminəm ki, hamı artıq Temudan məhsul alır. Yalandan pis deməyim, vallah neçə il, artıq 1 ilə yaxındır Temudan məhsul alıram, hamısı da qəşəng çıxır. Ola bilər də, arada ola bilər. Nəysə ki, qızlar səhər duran kimi başladım evləri yığışdırmağa. Nənə də bizdə idi, Mirayı yedizdirirdi. Mən də başladım buranı yığışdırmağa. Edəcəs nənə həmişə sizdə olur. Arada dəstək kömək lazımdır deyənə gəlirlər. İnşallah ki, sağ olsunlar, Allah canlarını sağ eləsin, mənə də kömək eləyirlər. Bu arada Miray orada sizə barmağına qıx elədi ki, duxunuz da var. Bu videonu bəyənib, qayd edib, takib atmağı unudasınız. Mirayla həqiqətən də iş görmək çox çətindir. Həqiqətən yoruluram, amma ki, əyləncəli olur. Bəzən çox xoşuma gəlir. Çünki mən yığışdırıram, o dağıdır, arada əsəbləşirəm. Əsəbləşmək əyləncədir. Belə qızlar, deyəcəksiniz bu xanım işi havalanıbdır. Bəli, o da normaldır. Gecə səhərə kimi yatmayıb diş krizlərini çəkən anayam. Obşin buraları da yığışdırdıqdan sonra istəyirəm ki, videonu yavaş-yavaş sonlandıram. Sizləri həqiqətən də çox istəyirəm. Təşəkkür edirəm. Hər bir videoma dəstək olursunuz, bəyənirsiniz. Amma arada takib atmağı unutursunuz. Buna görə də inciyirəm sizdən. Elə bir maraqlı bilinən video deyildi, amma ki, neyniyək? Hələ